İkinci bizim baxışımız bundan ibarətdir ki, təhsil investisiya tələb edir. Bu belə ucuzlu məhsul deyil, yaxşısı bahadır. Çox yaxşı istəyiriksə olsun, çox yaxşı pul xərcləməliyik. Məsələn, dövlət proqramında biz hər bir azərbaycanlıya təxminən 100 min ABŞ dolları həcmində, 80 min, 100 min, 120 min ABŞ dolları sərmayə qoyuruq. Yəni, mən yenə də bu çox ana sual budur ki, necə olur ki, biz burada həkimi hazır edirik 40 min manata və yaxud da 50 min manata da 4 ilə 5 ilə. Amma xaricdə həkimin bir illik təhsil haqqısı 120 min ABŞ dollarıdır da. Yəni, əgər biz 40 min manat edə biliriksə, yəqin ki, o yoldaşlar gəlib bizi qısa zaman ərzində tapıb, belə deyək də, bir adamın yerinə 10 adam hazırlamağı bizdən istəyərlər. Deməli, bura səhvdir. Yəni, mən bu gözləntini istəyirəm ki, bir balaca challenge deyirlər də eləyim ki, biz başa düşək ki, həqiqətən də yaxşı mütəxəssis istəyir özəl sektor, amma yaxşı mütəxəssis üçün yaxşı investisiya qoyulmalıdır.